İlk öncə, hal-hazırda gördüyünüz bu uşaqların 12, 13, 14, 15 maksimum yaşları var. Bu Yaponiyada bir klubun futbol akademiyasıdır və gördüyünüz kimi biz keçən verilişdə demişdik. Demişdik ki, uşaqlar bacardığı qədər topla belə deyək, topla daha çox məşqlər eləməlidirlər. Çünki bax burada nə var, xana oğlan? Deməli bu video kısa bir videodur. Mən tez bir şərh vereyim bu video ilə bağlı. Bunun uzun versiyası YouTube'da var. Kim istəsə baxa bilər. Deməli sistem nədir? Bu klubun səhv eləmirəmsə Yokohama idi komanda. Deməli klubun idman direktoru deyir ki, uşaqlar bütün günü dərsdə yollarda olduqlarına görə biz elə bir belə deyək də məşq prosesi seçməliyik ki, o hansı ki fundamentdən müəyyən yaş qrupuna qədər uşaqlar maksimum məşq ərzində topla rəftar eləsinlər, topa toxunuş eləsinlər və bütün o məşq sistemi sırf o toxunuş üzərinə qurulur ki, hansı ki deyir ki, orada çox önəmli bir cümlə var. Bu uşaqların hamısından futbolçu olmayacaq. Bu uşaqların hamısından futbolçu olmayacaq. Biz bacardığımız qədər çalışırıq ki, maksimum sayda futbolçu yetişdirə bilək. Futbolçunu da istəyir müdafiəçi olsun, istəyir yarım müdafiəçi olsun, istəyir hücumçu olsun. Biz yaxşı futbolçunu digərlərindən necə ayıra bilərik, yaxşı futbolçu eləyə bilərik. Onun ustalıq səviyyəsini daha artıraraq, ustalıq səviyyəsini də necə artıra bilərik? Topla daha çox əlaqəli məşqlər keçərək. Baxın, o məşqdən çox az bir hissəni mən göndərmişəm Nicata. Həmən o uşaqların məşqdə elədiyi, topla elədiklərini, bax oyunda həmən uşaqlar həyata keçirirlər. Bu bilsən nədir? Bu düşünülmüş bir sistemin nəticəsidir. Və ona görə bu günləri bütün Avropa klublarında Yaponiyalı, Koreyalı futbolçular çıxış eləyirlər. Və ona görə Yaponlar son səhv eləmirəmsə üst dünya çempionatında əməlli başlı bütün ölkələrə, hətta son dünya çempionatında səhv eləmirəmsə Almanya millisini məğlub elədilər. 2-1. Yəni söhbət təkcə ondan getmir. Qardaş, bu bir sistemin nəticəsidir. Bax, adam deyir ki, uşaq məktəbdən gəlir və müəyyən bir vaxt var da, mən o vaxt ərzində uşağa maksimum nə dəyər verə bilərəm, nə qata bilərəm, adamlar onun üzərində plan qururlar. Düzdür? Və o planın nəticəsi Yaponiya bu dəqiqə dünyada ən çox futbolçu ixrac edən ölkələrdən biridir. Əsas məsələ bizə nədir burada? Məsələ ondan ibarətdir ki, bir məsələ var və o məsələnin üstündə həll yolu tapmağa çalışırlar insanlar. Amma biz necə həll yolu? Mən bilmirəm, bəlkə bizim klublarımızda da məsəl üçün uşaqların olduğu şəraitə görə, məktəb vaxtlarına görə, nə bilim, boyuna görə, çəkisinə görə, nəyəsə görə hansısa bir sistem var, o sistem üzərindən irəliyirik. İnşallah ki, olsun. Sadəcə bunu göstərməyimdən məqsəd o idi ki, keçən dəfə biz Dinamo'dan danışdıq, dedik ki, sağ olsunlar ki, yəni 2-ci liqa klubu olaraq 300 uşağa futbol məktəbində nələrisə öyrətməyə çalışırlar, nə bilim, Azərbaycan futbolu üçün nələr eləməyə çalışırlar. Yəni, sırf o məqsədlə mən bu videonu göstərməyə istədim. Qardaş, sistem olmayan yerdə heç vaxt uğur olmayacaq. Nicat, zəhmət olmasa o birisi videonu da göstər, qısaca mövzunu bağlayaq. Bu da indi göstərəcəyimiz video, bu yəqin ki, hamı tanıyır, məşhur Arsene Wenger'dir. Hal-hazırda FIFA'da səhv eləmirəmsə İnkişaf Komitəsinin sədri vəzifəsində çalışır. Burada məsələ nədən gedir? Arsene Wenger hal-hazırdakı dünya futbolunda first touch'ın, yəni ilk toxunuşun önəmindən bəhs eləyir. Hansı ki, hal-hazırdakı dünya futbolunda
birinci toxunuş çox önəmli məsələdir. Oyunun taleyini həll eləmək baxımından. Və indi burada uzun videodur. Mən qısa olaraq Nicata göndərmişəm bizim rejissorumuza. Burada həm göstərilir ki, məsəl üçün hansı futbolçular var, indi məsələn Thiago Alcantara'dan söhbət gedir. Görsən bir toxunuşla artıq bir bloku qıra bilir. Və o first touch üçün hansı əzələlərin belə deyək də inkişaf elətdirilməsindən danışır. Yəni çoxdur da. Yəni demək istədiyim odur ki, qardaş, elmə çevirirlər. bax yəni bu ağac sağlayınca tam elə demək istədiyim sözü dedin. Bu futbol artıq elmə çevrilib. Elmə çevrilib. Biz belə deyək də, ay bala, elə zərbə vurarlar, deməklə futbolçu inkişaf elətdirə bilmərik. Ay bala, elə zərbə vururlar deməkdənsə, düzdür, görürsən ki, zərbəni düz vura bilmir də futbolçu, uşaq. Gəl onu saxla, başa sal. Denən ki, bax, zərbə vuranda ayaq burada olmalıdır. Tutaq ki, zərbə indirdiyin ayağın top pəncənin hansı hissəsində olmalıdır, ayaq hardan gəlməlidir, baş harda olmalıdır. Sən bunu göstər uşağa. Uşaq görüb götürür də bunu, düzdür? Yəni mən demirəm ki, get nəysə böyük bir ixtiralar elə. Sadəcə deməyim odur ki, Nicat xana olan, biz çox geri qalmışıq. Elmi olaraq çox geri qalmışıq.